Prezident İlham Əliyev müasir şəhərlərin inkişafını Formula 1 yarışı ilə müqayisə eləyərək qərarlardakı cəsarəti tarixi irsə həssas münasibətlə uzlaşdırmağın vacibliyini vurğulayıb. Bu barədə Prezident VUF 13-ün rəsmi açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, bugün xüsusən də paytaxtlarda şəhər mühitinin inkişafı eyni zamanda həm qətiyyət, həm də ehtiyatlılıq tələb eləyir. Hal-hazırda şəhər salmanın inkişafına olan ehtiyacı biz çox yaxşı başa düşürük. Xüsusilə də bu paytaxt şəhərlər üçün keçərlidir. Odur ki, biz ən birinci cəsarətli və eyni zamanda ehtiyatlı yanaşma həyata keçirməliyik. Mən çox vaxtı Bakıda keçirilən Formula 1 yarışını müqayisə edirəm və yeri gəlmişkən bu hal-hazırda şəhərdə keçirilən çox az sayılı yarışlardan biridir. Əsas burada sürət yüksəklərdir. Saatda məsələn orada böyük sürətlə hərəkət edirlər. Pilot məsələn burada torumuza basdıqda bir neçə metr məsafədə növbəti məsafədə qədim şəhərə yaxın olur. Odur ki, pilot burada sürücü çox cəsarətli olmalıdır, eyni zamanda ehtiyatlı olmalıdır. Odur ki, ölkə rəhbərləri, liderlər qərar verərkən, şəhər salma gündəliyini inkişaf edərkən biz burada inkişaf fikrində cəsarətli addımlar atmalıyıq və çalışmalıyıq ki, daha yaxşı gələcək təmin edək. İnsanlar üçün, əhali üçün daha yaxşı şərtlər yaratmalıyıq. Modernizasiya öz yerində olmalıdır, lakin tarixi abidələrin qorunmasına gəldikdə biz burada çox ehtiyatlı və diqqətli davranmalıyıq.